Araşdırmalar da göstərir ki, xaos içində böyüyən uşaqlarda gələcəkdə həyatı kontrol etmə istəyi yaranır. Kimisi yalnız başqalarını məmnun etməyə çalışır, kimisi təsdiq axtararaq öz varlığını hiss etdirir, kimisi də öz yaralarını gizlətmək üçün egodan ətraflarına qalın bir divar hörürlər. Bu xüsusən də erkən uşaqlıq dövründə tutarsız ailələrdə, daha doğrusu tutarsız valideyn davranışı olan ailələrdə görülür. Nədir tutarsız valideyn davranışı? Yəni valideynlər qeyri-müəyyəndirlər. Gah elədilər, gah belədilər. Evdə qanunlar gah var, gah yoxdur. Ana ata uşaqla gah xoş rəftar edir, gah da onunla kobud davranır. Hətta bu tip ailələrdə gələcəkdə uşaqların panik atak olma, təşviş, həyəcan pozuntusu yaşama ehtimalı daha çoxdur. Hətta son meta-analizlər bizə bir daha bunu sübut etdi ki, əgər uşaqları görməzdən gələriksə, onların ehtiyaclarını göz ardı edəriksə, onlarla pis rəftar edəriksə, biz artıq gələcəkdə narsist bir insan yetişdirmişik deməkdir. Məhz onlar da zəifliklərini, duyğusal zəifliklərini gizlətmək üçün bu narsistlik xüsusiyyətlərə bürünürlər. Məhz bu problemlə doğan davranışlara artıq biz əxlaqi qüsur kimi baxa bilmirik. Çünki onlar həyatda qalmaq üçün özlərində bir strategiya yaradırlar. Ancaq güclü öz fərqindəlik, güvənli münasibət və psixoterapiyanın birləşməsi nəticəsində bu davranışları korreksiya etmək mümkündür.